Axşamlarınız xeyir olsun bizim əziz tamaşaçılar. Həmişə bizim yolumuzu gözləyən bizim dəyərli qızıldan qiymətli tamaşaçılar. Sazımın Səsi proqramı daim izləyicilər. Hər birinizi salamlayıram, hər birinizə axşamınız xeyir olsun deyirəm. İstərdim ki, bir baş start ilə sizləri salamlayaq. Birazdan burada sənətkarlarımızın, gözəl duelçilərimizin ifaları var. Bu gün də yenə məni burada tək buraxmayıb bura gələn xalqımızın dəyərli sənətkarları buradadır. Qrupda əyləşən bu gözəl balalar buradadır. Duelçilər var burada, maşallah. Həmişə deyirəm burada, bizim gələcəyimizin Azərbaycan aşlıq sənətinin layiqli davamçılardır bu igidlər. Burada gördüyünüz və ya görmədiyiniz bugünkü gündə bizim gözəl balalarımız ki var, onların hər biri həqiqi mənada, mən onların hər birinə böyük ümidlər bəsləyirəm. Ona görə ki, onlar bizim bu gözəl müqəddəs, saz müqəddəsdir. Və bu müqəddəs sazı onlar sinələrində daşıyırlar. O yolla gedirlər, deməli onların yolları düzdür, onların gələcəyi böyükdür. Və bu işdə onlara heç kimin bir zərrə qədər də olsun, heç kimin şübhəsi ola bilməz. Mən hər birini alqışlayıram, hər birini salamlayıram. Burada olan, olmayan iştirakçılarımızı çox şadam ki, bugün də sizlərin görüşünüzə gəlmişik. Bugün də Allaha izin versin, deməli, sazı sözü bir axşam olacaq. Mən yenə burada tək deyiləm, əziz dostlar. Məni bugün sağ olsunlar, var olsunlar, xalqımızın həqiqətən gözəl sənətkarları buradadır. Mənim illərdir dostlarım, dəyərli müəllim yoldaşlarımız. Deməli, bugün burada həmişə mənlə burada demək olar birinci layihədən burada sağ olsun. Dəvətim hər zaman qəbul edib bura təklif buyur vəziyyət çəkilən dəyərli sənətkar dostumuz Aşıq Azər müəllim Fərmalıoğlu. Azərəm, xoş gəlmişsiniz. Minnətdaram sizə. Və səhv etmirəmsə birinci layihədə qonağımız olmuşdunuz və uzun müddətli görüşə bilmirdik, amma qismət bu gün nəymiş, bu gün biz yenə görüşdük Sazımın Səsi 4 layihəsində. Həqiqətən avazı, barmağı, həm insani keyfiyyəti çox gözəl bir insan, gözəl aşıq dostumuz bizim Əli qardaşımız Kəlbəcəri. Alqışlayıram Əli mənim sizə, xoş gəlmişsiniz də. Çox sağ olun. Və artıq hər layihədə burada, mənlə çiyin-çiyinə burada olan 3 tələbəsi bu gözəl layihədə iştirak edir və bugün 3 tələbəsinin ikisi səhv eləmirəmsə dueldədir, Yusif və İlkin. Hər üçünə vərəşat balamız bugün dueldədir, gördüyünüz bu igidlər. Hər üçünə mən uğurlar arzu edirəm. Bugün gözəl saz havaları, klassik havalar səslənəcək burada və gözəl pedaqoq, gözəl müəllim, Nəsib müəllim Nüsrətoğlu, xoş gəlib. Və yenə də 4-cü layihədə də gözəl tələbələri burada layihəmizə qatılıb, iştirakçı adını qazanıblar, iştirak edirlər və həqiqətən də ta demək olar, birinci layihədə desən görüşməmişdik, ikinci layihədən sonra bizim artıq, ikinci layihədən bizim mütəmadi görüşlərimiz başladı və çox şadam, bugün də dəvətimi qəbul edib gəlib və birazdan burada tələbələrlə çox gözəl bir kompozisiya hazırlaşdıq, klassik ənənəmizə uyğun olaraq aşıqlıq. Ümumiyyətlə, mən bir haşiyə çıxmasına məziz dostlar. Sazımın Səsi layihəsində, indi bəlkə biləm, mənlə razı olar olmazlar, yəni bu mənim bir subyektiv fikrimdir. Ümumiyyətlə, Sazımın Səsi layihəsində sanki müəllim şəhət duetini biz burada çox elədik. Həm sənətkarlarımız, gələn müəllimlər, həm biz tələbələrimizlə. Sanki artıq bir dəb alalım, maşallah olsun, həqiqətən. Bu da mənə çox xoş təsir bağışlayır və inşallah bugün bayaq dediyim kimi irəliləyən dəqiqələrdə həm Nəsib müəllimin, həm bizim bugün də qonağımız olan Cavanşir müəllim Quliyev. Siz də xoş gəlmişsiniz, salamlayıram. Birazdan sizlərin, çox sağ olun, və birazdan sizlərin hər birinin burada gözəl ifaları var. Tamaşaçılarımız sizin ifalarınızı gözləyir və mən operator dostlarımızdan xahiş edirəm, bizim bu igid 3 balalarımızı bir yaxından çəksinlər. Deməli, İlkin Ağdamlı, Rəşad Gədəbəyli, Yusif Kazımlı bu həftəmizin duelçiləridir. Deməli, birazdan inşallah biz Yusifdən başlayırıq əzizim, sənlə başlayırıq və keçən həftəmizin, deməli, 21 aprel sonuncu efirimizdə həftəmizin qalibi Maarif Gədəbəyli olmuşdu. Maarif, sən də bir daha yenə təbrik edirəm əzizim. Birazdan səni də səhnəyə dəvət edəcəm və gözəl aşıq havaları, səndən də aşıq havasını istəyəcəm və şeirə təbii ki. Və qrupda gördüyünüz kimi, deməli, Məsud Gədəbəyli, Kənan Kamiloğlu, Zəhra Gədəbəyli, Maarif Gədəbəyli. Yusif balamız isə müəyyən özür səbəblərdən bugün bizimlə deyil. İnşallah növbəti həftədə yenə bizimlə təbii ki. Və əziz tamaşaçılar və əziz sənətkar dostlarımız, bu günləri Aşıq Alı gecəsidir. Bizim böyük ustadımız, həqiqətən və şeirlərin bugün sevə-sevə oxuduğumuz
dinlədiyimiz, söylədiyimiz bizim böyük sənətkarımız Aşıqalı babamızın gecəsidir. Mən belə ümumiyyətlə Əli qardaş fikrə gəldim ki, deməli 4-cü layihədən artıq hər həftə bir aşığımıza, klassik aşığımıza və ya bir böyük şairimizə həsr eləyək və o dəfə də efirdə dedim, bizim həm bu gözəl balalarımız sağ olsunlar ki, mənim o təklifimi qəbul edirlər və o yol üstündə gedirlər ki, hər həftə müəllimlərini təşəkkür edirəm ki, əziyyət çəkirlər. Onlara belə deyim, bildiklərini daha da mükəmməlləşdirirlər, bilmədiyinizə öyrədirlər. Mən istəyirəm Azər müəllim, siz salamlayın, bir-birinizə salamlaşaq zəhmətimizə. Buyurun, mikrofonu yaxın durun. Axşamınız xeyir olsun. Anar müəllim, çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm bir daha sizlərə. Ekran qarşısında bizi izləyən tamaşaçılarımızı, dəyərli saz sözsevər insanları salamlayıram. Auditoriyanı salamlayıram, dəyərli sənət dostlarımı salamlayıram. Hər birinizlə bugün bu ortamda olmaqda çox məmnunam, çox sevincliyəm ki, sazımızı, sözümüzü yaşadırsınız. Sizlərə dərin təşəkkür edirəm və eyni zamanda Dünya Televiziyasının rəhbərliyi başda olmaqla bütün Gülərüz personala öz təşəkkürümü bildirirəm. Sağ olsunlar, qayğı göstərirlər. Gözəl balalara da uğurlar diləyirəm inşallah Allahın köməkliyi ilə irəliləyən dəqiqələrdə də öz cəsarətləri göstərəcəklər. Əlbəttə. Əli müəllim, buyurun, siz də bir daha edirəm. Xoş gəlmişsiniz, axşamlarınız xeyir olsun. Çox sağ olun, ana, var olun dəvətiniz üçün. Allah can sağlığı versin, gözəl sənətkar, gözəl qardaş. Mən də dəyərli tamaşaçılarımızı salamlayıram və həm sizlərə, həm bu gözəl balalara uğurlar arzulayıram. Qoy davamlı olsun bu cür verilişlərimiz, qoy sənətimiz yaşasın, həm sizlərin, həm bizlərin, həm gözəl balaların sayəsində uğurlar arzulayıram. Çox sağ olun, çox sağ olun. Minnətdaram. Həqiqətən sizləri burada görmək mənə bir güc verir. Mən bunu yəni bilən dostlar bilir, yəni ekran üçün, ya bir cəmiyyət üçün demirəm, sözün nəsil mənası deyirəm. Yəni sizləri burada görmək həmişə mənə bir güc verir. Allah sizi qorusun. Çox gözəl bir təşəbbüs ortaya sürmüsünüz ki, bu günlərim alı gecəsidir. Allah ustada rəhmət eləsin. Amin. Sənətimizin, necə deyim, dahisi, dahi sənətkarımız, böyük sənətkarımız, bir sənətkarımız, Aşıqalı şeirlərinin birində deyir, elədirsə qoy ustadı anaq bu gecə. Əlbəttə. Kimsən gedən boyu bəstə, bilincə gözlərəm səni. Dayanaram yolun üstə, gəlincə gözlərəm səni. Şəbnəm mənəm güldürüzün, mehman mənəm diyar sizin, sürünərəm dizin yolunca gözlərəm səni. Alıyam həsrət çəkərəm, dərd əkərəm, qəm biçərəm, dəryaya qan yaş tökərəm, dolunca gözlərəm səni. Ustada rəhmət, çox sağ olun, var olun, təşəkkür edirəm və Nəsib müəllim, sizi də eşidək. Salam, axşamınız xeyir olsun Anar müəllim və bizi ekran qarşısında izləyən tamaşaçılar hər birinizin axşamları xeyir olsun və dəyərli Azər müəllim, Əli müəllim, Cavanşir müəllim Quliyev sizləri salamlayıram. Allah var eyləsin. İştirakçıların hər birinə də uğurlar arzulayıram. Sazımıza, sözümüzə dəyər verən insanlardan gözəl balalara, hər üçünə. Onu da vurğulayım ki, üzr istəyirəm. Burada Hafiz müəllimin bir şagirdi, Rəşad balamız iştirak edir. Hafiz müəllim üzrü səbəblərdən iştirak edə bilmədi. Salam dualarını da bizdən çatdırıb, mən də çatdırım sizlərə. Allah var eləsin. İnşallah ki, hər üçü, belə deyək ki, layiqli tələbələrdən, layiqli çıxışları olacaq Allahın iznilə. Bəli, təşəkkür edirəm. Cavanşir müəllim, siz də işlək və Yusifin ifası ilə başlayaq. Hər vaxtınız xeyir olsun. Mən də gözəl sənət dostlarımın sözlərinə qarışıb təbrik edirəm bu gözəl balalara, uğurlar arzulayıram. Doğrudan da bu Aşıqalıya müraciət etmək, Aşıqalı aşq sənətinin ən zirvələrindən biridir. Mən onu da qeyd etmək istəyirəm ki, Aşıqalının ustadlığı olmasaydı, Ələsgər zirvəni fəth etməzdi. Yəni doğrudan da belədir. Hər iki ustada Allah rəhmət eləsin, cəm ustadlarımıza. Uğurlar arzulayıram, təşəkkür edirəm. Var olun, alqışlayırıq hər 4 sənətkarlarımızı, hər birisi bir daha deyirəm, xoş gəliblər, səfalar gətiriblər. Birazdan təbii ki, bizim bu gözəl igidlərimizin ifalarından sonra bizim sənətkarlarımızın rəyləri olacaq və axırı artıq birincisi də qalmış. Və təbii ki, siz bal verəsiniz və o verdiğiniz səslər də balada hesablanacaq SMS-lərin üzərinə. Vaxt iməyə, Yusif, buyur əziz, meydan sənindir. Yusif alqışlayaq. Yusif Kazımlı. Səhv eləmirəmsə artıq ikinci bu yeridir Yusifin. Axşamınız xeyir olsun Anar müəllim.
və dəyərli müsiflərimiz və bizi ekran qarşısında izləyən dəyərli tamaşaçılarımız. Mən hər bir bölgədən səs gözləyirəm. Və mənə bu saz sənətini öyrədən Nəsib müəllimə də çoxlu təşəkkürlərimi bildirirəm. Nə qədər təşəkkür eləsəm də bir o qədər azdır. Və Anar müəllimə, Nəsib müəllimə və gözəl ustadlarımıza istərdim ki, bir gürültülü bir alqışlar gəlsin. İndi isə ifa edəcəyim mahnı misridir. Çox sağ olun Anar müəllim. Minnətdaram, amma dəstək istəmədim. SMS-lərə nəzər salmaq istəyirəm. Hələ ki, Yusifdə, Rəşadda ilkində 0 səs sayıları var. Amma qrupda liderliyi qoruyur, birinciliyi qoruyur. Deməli, Maarif, Gədəbəyli 100 səs sayı var. Maarif, 100 səs sayım var. Və vaxt itirməyək, Rəşad Gədəbəyli. Rəşad, nə ifa eləsən əzizim? Buyurun, alqışlayırıq, gözəl, gözəl. Hər kəs salamlayıram, dəyərli müsiblərimizi də salamlayıram. Hafiz müəllimi də salamlayıram. Bugün ifa edəcəyim hava ağır şəhərli havasıdır. 10 dəqiqə. Süsənli, sümbüllü, tər bənövşəli. Yaylaq, bizim yaylaqlara bənzərsən. İçən ölməz, abi kövsər suyunu, bulaq, bizim bulaqlara bənzərsən.
Qismət olur bizim yerin bucağı, ağlavaşı, kərə yağı qaymağı. Qızlar dəstələnib gəzər oylağı, oylaq, bizim oylaqlara bənzərsən. Alımdan gəzdiyi üç gözəl dərə, şəqaiq çiçəkli, xoş gözəl dərə. Şah dağdan görünür, baş gözəl dərə, üç dağ, bizim dağlara bənzərsən. Yaylaq, bizim yaylaqlara bənzərsən. Rəşad Gədəbəyli, çox sağ ol, Ağır şəhərli və Ali babamızın, böyük sənətkarımızın, böyük üstadımızın o gözəl şeirini səsləndirdiyin üçün təşəkkür edirəm. Deməli, mən istəyirəm Mazər müəllim meydana dəvət edir. Mazər müəllim, sizi gəlin, amma siz hazırlaşana qədər mən istəyirəm bu gözəl, yox, səndən başlayaq, bir dənə xanım var. Zəhra, buyur əzizim. Salam axşamınız iştirakçılara uğurlar arzu edirəm. Başda Anar müəllim olmaqla bütün münsiflər heyətini salamlayıram və sizə gözəl bir şeir armağan etmək istəyirəm. Aşıq aldan, düzdürmü? Bəli. Ərbabı sultanı dolandırırsan, dolanır karı da, çoru da dünya. Bir sidri qüdrətsən, küyündə sənin, bir sidri qüdrətsən, küyündə sənin, gördük zəhməti də, zoru da dünya. Ay, sağ ol Zəhra. Marif, buyur. Axşamınız xeyir olsun. İlk dəfə mən ilk başda ustadlarımı salamlayıram. Ustadıma təşəkkürlərimi bildirirəm ki, mənə bura kimi gətirib. Xahiş edirəm hər kəsdən ustadıma bir gürültülü alqışlar səsləndir. Sağ ol Marif, sağ ol əzizim. Sağ ol. Və mənə dəstək olanlardan başda əmim və atam olmaqla bizi Moskvadan da əzizlər, Yasin əmim, İman əmim və Fəth babam bizə dəstək olurlar. Sağ ol. Ay, sağ ol, sağ ol, sağ ol, ay Marif. Axşamınız xeyir olsun, hər kəs salamlayıram. Saza sözə dəyər verənlərdən dəstək gözləyirəm. Sağ ol. Kənan buyur əzizim. Maşallah Kənan, çıxışlarla yadda qalırsan, biləsən. Təşəkkür edirəm Anar müəllim. Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Dəyərli ustadlarımızı, ekran qarşısından bizi izləyən tamaşaçıları hər birinizi salamlayıram və mənə dəstək olan xalam oğlu Ziyəddin müəllim, Yusif qardaşım, daim oğlu Samir, Seymi qardaşım, daim Sərdar. Onlar mənə dəstək edirlər. Gədəbəydən əvəz dəstək olur mənə. Şəmkiri Sartəpə kəndindən Coşqun qardaşım dəstək olur. Hər birinə təşəkkür edirəm, minnətdaram. Və bir şeirdə Zəlmxan Yaqubdan mən səsləndirmək istəyirəm. Görüş var bir ömrü, versən də azdır. Görüş var getməyə adam can çəkər. Görüş var fərəhi sığmaz illərə. Görüş var sevinci bir can çəkər. Yaşasan ən şirin arzuyla, kamla, sevincin sel olar, dərdin sədamla, ürəkdən verilən xoş bir salamla, əli əl sidər, qanı qan çəkər. Ayrılıq. Ayrılıq həyatda hər şeydən çətin, min bir əzabı var bir məhəbbətin, gəlməzsən yandırar məni həsrətin, gələrsən nazını Zəlimxan çəkər. Gələrsən nazını. Sağ olun, alqışlayırıq qrupdakı əyləşən gözəl iştirakçılarımızı və Yusif balamızla salamlayırıq buradan. Hər dördünüzə təşəkkür edirəm və Azər müəllim, meydan sizindir, buyurun. Bir daha təşəkkür edirəm Anar müəllim, sağ olun, var olun. Yeni bir mahnım var, elə 2 gündür işıq üzü görüb. Sözləri Binəli Bayramın, musiqisi Aşıq Azəfər Maylıoğlu'nun, aranjmanı Qələndər Cunayev, Qələndər Qursalı, gözəl bir nəğmədir. Kəpənəksilər mahnısını sizləri salamlayır. Əvvəlki sən dostlara salamlayırıq və təbrik edirəm, inşallah düşərli olsun. Təşəkkür edirəm. Xeyirli olsun. Ay babam balası kəpənəksilər, ulu bal çalılar kəpənəksilər. Ay babam balası kəpənəksilər,
ulu borçalılar kəpənəkçilər. Borçalı tək bir diyara bağlısız, Türk oğlu Türk kimi adlı sanlısız. Borçalı tək bir diyara bağlısız, Türk oğlu Türk kimi adlı sanlısız. Uca dağlar kimi çox vüqarlısız. Uca dağlar kimi çox vüqarlısız. Ay babam balası kəpənəkçilər, ulu borçalılar kəpənəkçilər. Ay babam balası kəpənəkçilər, ulu borçalılar kəpənəkçilər. Dayaq oldunuz, yağ qarşısında dayaq oldunuz. Ay babam balası kəpənəkçilər, ulu borçalılar kəpənəkçilər. Ay babam balası kəpənəkçilər, ulu borçalılar kəpənəkçilər. Ozan yurdu kəpənəkçi oluyam, Ozan yurdu kəpənəkçi oluyam. Ruhumla cisminlə ona bağlıyam, Ruhumla cisminlə ona bağlıyam. Binəliyəm sisinə dağlıyam, Binəliyəm sisinə dağlıyam. Ay kişilər xalsı kəpənəkçilər, Dahilər duhası kəpənəkçilər. Ay kişilər xalsı kəpənəkçilər, Dahilər duhası kəpənəkçilər. Ulu borçalılar kəpənəkçilər, ay ellər atansı kəpənəkçilər. Ay babam balansı kəpənəkçilər, ulu borçalılar kəpənəkçilər. Təşəkkür edirəm Azər müəllim. Çox sağ olun. Minnətdaram, var olasınız. Minnətdaram Anar müəllim, sağ olun. Əziz tamaşaçılar, qısa bir xatırlatma eləmək istəyirəm sizə. O ötən verişdə dedim. Deməli, may ayının 21-i Sumqayıt şəhərində mənim sözündən biraz xoşum gəlmir. Həmişə demişəm, dünyada hər şey Allahındır. Amma Allahın icazəsi ilə hesabat konserti deyərdim. Yenə deyirəm, mən sözündən xoşum gəlmir. Hesabat konserti, solo konserti inşallah sizlərin qarşısına çıxış edəcəm. Sumqayıt şəhərində may ayının 21-də 16:00-da və təbii ki, dəyərli sənətkarlarımızın iştirakı ilə bərabər əsl saz söz axşamı olacaq və qısa reklam fasiləsi var. Anonsada da inşallah izləyə bilərsiniz o həmən o anonsu konsertlə bağlı. Kanalı dəyişmirsiniz. İlkin balamızın ifası ilə qadirıq, İlkin Ağdamlı. Qısa reklamlar, buyurun. Və mən bayaq qeyd elədim ki, reklamlar və reklamlardan dərhal qaydan kimi biz İlkin balamızın ifası ilə qadirıq və İlkin, buyur, meydan sənindir. İlkin bizlərə Hüseyni aşk havası hazırlayıb, buyur. Çox sağ olun, müəllim. Axşamınız xeyir olsun. Ekran qarşısında bizi izləyən tamaşaçıları da salamlayıram. Burada bizim dəyərli müsiflər heyətini də salamlayıram. Burada mənim ustadım olan Nəsib müəllimə də öz təşəkkürümü bildirirəm. Var olun müəllim. İfa edəcəyim hava Hüseyn havasıdır.
Hər yetən hərcayı deyir aşığam. Setayyə simi tel dolandırır. Adam var başını saxlaya bilmir. Mahalda cəmaət el dolandırır. Adam var ki fikir, zikr eyləyir. Adam var ki haqqa şükür eyləyir. Adam var ki hilə, məkr eyləyir. Aralıqda fitnə fel dolandırır. Aşıqalı şər işlərdən qaçqındır. Adam var ki səxavətdə daşqındır. Adam var ki çörək versə çaşqındır. Dalınca gözündə sel dolandırır. Təşəkkür edirəm. İlkin, sağ ol, əzizim, çox sağ ol. Gözəl Hüseynə havası ifrədin. Həqiqətən qəlbləri oxşadın. Yəni, mən öz adımdan deyə bilərəm ki, mənim xoşum gəldi. Hətta səni alqışladıq burada. Yəqin eşitdin, var olasan çox sağ ol. Amma hələ səslər hər üçündə də, deməli, ilkində də, Rəşkata da Yusura sıfırdır. Artıq, bilmirəm, yəni, belə deyək də, 2 nəfər səsi eyni olsa, 1 nəfər çox olsa, o 2 nəfər tərk edəcək, yəni biləsiniz. Yəni, məsələn, 2 nəfər sıfır olsa, stop deyəndə, 1 nəfərin səsi biraz çox olsa, o 2 nəfər sıfır kiminsə onlar dayanacaq. Çünki layihədə, belə deyim də, bəzən iştirakçılar, keçən layihədə oldu, güvənirlər, deyirlər ki, məsələn də, müəllimim gəlib, müəllimimin dostları gəlib, məsələn, mənə səs verəcəklər, hərəsi 10-40 səs yox. Yəni, bunlar iş açmır. Dəstək olmaq lazım və məsələn, burada birinci layihədə, ikinci layihədə, elə üçüncü layihədə də həqiqətən bir potensiallıq vardı. Birinci növbədə ifa olmalıdır. İfasız, əgər bir iştirakçının ifası çox zəifdirsə, istər oxumağı yoxdursa, şeir yoxdursa, ifaçılıq qabiliyyəti yoxdursa, onun burada heç vaxt, uzaq başı bir dəfə nə vaxtsa mükəmməl ifası olarsa, o da bir dəfə mənə xahiş edin, mən çağıraram, gəlib bir dənə ifa ilə gedər. Amma o burada gəlib nə qrupda, nə dueldə heç vaxt iştirak edə bilməz. Bunu mən sizə tam məsum deyirəm. Ancaq ifa olmaqla yanaşı dəstək olmaq lazımdır ki, bu veriliş, yəni belə deyək də, baxımlı olmaq da o rəqabətdədir. Burada söhbət sağlam rəqabətdən gedir. Yoxsa sırf sıfır səslə mən burada oturum, yəni mən açıq deyirəm də, heç ki mənə incinməsin. Yəni 2 saatlıq efirdir, SMS olmalıdır, dəstək olmalıdır. Mən xahiş edirəm, bütün dostlar dəstək olsunlar. Və mən istəyirəm, bizim dəyərli sənətkarımız mənim həqiqətən də sənətinə,
ifasına, şəxsiyyətinə həmişə hörmət bəslədiyim Əli müəllim Kəlbəcərli yenə deyirəm buradadır və Əli qardaşımızı alqışlayırıq və Əli qardaşım səhnə sizindir, ifa sizindir. Xoş gəlmisiniz. Bir daha yenə deyirəm, gənclərimizə uğurlar arzulayıram. Allah can sağlığı versin. Mənim də yeni bir mahnım var. İlk dəfədir ki, səsləndirirəm. Nə gözəl. Bura Kəlbəcərdir. Gəlsin mahnımız. Uğurlu olsun, düşərli olsun inşallah. Alqışlayırıq. Əziz dostlar, yaxın vaxtlarda Allah qoysa, sazımın səsi 5 layihəsində artıq sesim tona sənət qəbuluna start veriləcək. Yaxşı 7-dən yuxarı olan kəslər müraciət edə bilərlər. Yəni, müəllim dostlarımız da bilsin, 7 yaşdan aşağı qəbul olunmur. 7 yaşdan yuxarı. Yaxşı olar ki, 10, 12 və yuxarı. Belə. Qardaş, mahnı hazırdır. Buyurun, buyurun. Bura Kəlbəcərdir, günləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Kəlbəcərdir, günləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Kəlbəcərdir, günləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Şəfalı, tərtər səfalı. İstisun şəfalı, tərtər səfalı. Qədimdir mahalı, əlləri gözəldir. Qədimdir mahalı, əlləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Bura Kəlbəcərdir, günləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Torpağı incidir, şəlləri gözəldir. Maşallah olsun, maşallah olsun. Əli qardaş, təbrik edirəm. Deməli, ilk olaraq burada ifa elədiniz, elə? İlk dəfə idi ki, efirdə ifa eləyirdim. Sizin gözəl verilişinizdə ifa elədim.
İnşallah olsun. Düşərli olsun inşallah. Amin. Allah can sağlığı versin sizlərə. Bir daha uğurlar arzulayıram. İnşallah bərəkətli olsun, xeyirli olsun. Təbrik edirəm. Təşəkkürlər. Var olun, çox xoş oldu sizin avazınızı dinləmək. Və az öncə mən dedim, reklamdan öncə səfirim sayırlanda bayaqları, əziz tamaşaçılar, ta Sazımın Səsi 1 layihəsi, 2 layihəsi, 3-cü və bugün 4-cü layihəsi mən həqiqətən deyirəm, həmişə çalışanda, danışanda maksimum çalışıram ki, o rəhmətli bizim böyük sənətkarımız, ölməz kalifiyə sənətkarımız Sabil müəllim Əliyevin bir sözü var. Deyirdi, bir var boğazdan yuxarı dillə danışmaq, bir var boğazdan aşağı ürəklə danışmaq. Maksimum çalışıram həmişə ürəklə danışım və bu sözdə ürəklə deyirəm, bizim həqiqətən bu günə qədər burada olan bütün gözəl balalarımız ki, burada iştirak edib, Sazımın Səsi 1 layihəsindən ta bu günə qədər. Onların hər birisi mənim qəlbimdə biri salıb və çox şadam ki, yəni o elə olmasaydı bu günləri bayaq dedim, bizim Elvin balamız. Elvin, gəl səhnəyə, mən atanın da sən də səhnəyə dəvət edirəm. Adıram, mikrofonu zəhmət olmasa. Xoş gəlmişsiniz. İnşallah Elvin, Allah qoysa səsinin sədən həmişə yuxarılardan gəlsin. Sən qabiliyyətli oğlansan, maşallah olsun. Sən Sazımın Səsi 1 layihəsində burada, yadındadır da o gözəl günləriniz burada. Maşallah olsun, gözəl, səhv eləmirəmsə 15 nəfəridiz, səhv etmirəmsə əgər. Və o dediyim sözü yəqin tamaşaçılar görər ki, həqiqətən də təsdiqini tapır ki, mən o birinci layihədən tutmuş bu günə qədər o iştirakçılarımızın həm özləri ilə, əmləri ilə, ataları ilə gözəl sıx münasibətim var və bununla da çox şadam. Nari qardaş, siz də xoş gəlmişsiniz. Şadam, siz görməyimə qardaş yolu. O atan başlasın birinci. Buyurun. Çox sağ olun Anar müəllim, bizə söz verdiyinizə görə təşəkkür edirəm. Mən ilk öncə Dünya TV tamaşaçılarının hər birini salamlayıram. Layihə rəhbərini sizi salamlayıram. Çox sağ olun. Dünya TV-nin rəhbərliyini, ümumiyyətlə bu Sazımın Səsi layihəsində iştirak edən uşaqların hər birini salamlayıram. Valideynlərinə təşəkkür edirəm ki, uşaqlarını belə gözəl sənətə yönləndiriblər. Bu sənət bizə ulu babalarımızdan gəlib, ta ötürülə gəlib. İndi növbə bu gənc balalarımızındır ki, indi də bunlar tanıdıqları ustadlarından, gözəl ustadlarından qəbul eləsinlər, gələcək nəsillərə ötürsünlər. Bir daha təşəkkür edirəm. Mən Anar müəllim, sizin yadınızdadırsa burada bir gözəl ad gününüz keçmişdi. Bəli. O ad günündə sizə bir şeir həsr eləmişdim. Amma çox təəssüflər olsun ki, nədənsə çox ləngimişdi. Yəni, üzürü səbəblərdən gələ bilməmişdik. Yəni, üzürü səbəblərdən gələ bilməmişdim. Vaxtında təqdim eləməmişdim. İndi o şeiri təqdim edəcəm. Bir də sizin verilişinizə, bu Sazımın Səsi layihəsinə, ümumiyyətlə, ta əvvəldən vurğunu olduğum bu Sazın layihəsi, Sazımın Səsi layihəsində elə bil o sözlər... Bir şeir oraya yazmışsınız, bildim hə? Bəli, ürəyimə toplanmışdı, o təzə şeirdir. Ona görə biraz kağızda gətirmişəm ki, ola bilər ki, ondaram, üzürü sayəsində tamaşaçılar ki, yəni əlimdə kağızla gəlmişəm də. Alqışlayaq ata bala. Buyurun, başlayaq. Müşahidə ilə atada başlayaq. Buyurun. Bugün şad günündür, gözəl günündür. Aşıq Anar, doğum günün mübarək. Gül açsın hər zaman sənət yolunuz. Aşıq Anar, doğum günün mübarək. Sazın sinən üstü haqqın sədası, səndədir sənətin eşqi, qidası. Var elin obanın sənə duası, Aşıq Anar, doğum günün mübarək. Səslənsin sazında şirin xoş avaz, sənin barmaqların eyləsin pərvaz. Dolan gəz vətəni əldə telli saz, Aşıq Anar, doğum günün mübarək. Nail Dağlaroğlu deyil sözünü, Allah ağ eyləsin nurlu üzünü, həmişə zirvədə görək özünü. Aşıq Anar, doğum günün mübarək. Aşıq Anar. Birini də bizim bu gözəl proqramımıza yazmışsınız. Bu da sizin gözəl bu Sazımın Səsi verilişinə. Aşıq Anar burada açır söhbəti, yığır bu məclisə təmiz ülfəti. Çoxaldır sənətə olan hörməti,
Hər kəsin bu yola artır həvəsi, dünyaya səs salır sazımın səsi. Bura sənət yolu, bura xoş avaz, meydan qurulubdur, dindirilsin saz. Gənclər də hünərin göstərir biraz, verilir ustadın xeyir duası, dünyaya səs salır sazımın səsi. Haqqın sədasıdır oxunan tellər, sənət bağçasında açılır güllər. Saza vurğun olur duyan könüllər, ucalır göylərə sənət zirvəsi, dünyaya səs salır Buyurun. Aşıq sənətinin sönməz ocağı, ulu mədəniyyət irsi qucağı, bu müqəddəs yolun bir şirin çağı, ruhun qidasıdır, dilin nəğməsi, dünyaya səs salır sazımın səsi. Münsiflər kürsüsü, ustad ocağı, gənclərə bar verir çiçəkli bağı, süzülür dillərdən dağın bulağı, söylə hansı yerdə varmı beləsi, dünyaya səs salır sazımın səsi. Nail Dağlaroğlu yaz sənətinə, qurban ol sazının xoş niyyətinə, heyran ol xalqının öz qeyrətinə, amba-an duyulur ustad nəfəsi, dünyaya səs salır sazımın səsi. Var olun, təşəkkür edirəm və Elvin buyurun. Çox sağ olun, təşəkkür edirəm. Xeyirli uğurlu olsun verilişiniz, daha da uzalara gedərsəniz inşallah. Çox sağ olun, çox sağ olun, buyurun. Elvindən bir orta saat tez gələcək. Çok sağ olun, var olun. Buyurun. Ervin buyurun. Adnan buyurun. Gözəller seyrancahısan, görüm səni var ol yayla. Açılsın gülün, nərgizin, təzə murğuzar ol yayla. Gözüm qaldı siyah teldə, bülbül öldü meyli güldə. Bir kimsəm yox qürbət eldə, sən bana qəmxar ol yayla. Mən səni görəndən bəri sinəm olub qəm dəftəri. Öldür aşıq ələsgəri, özün günahkar ol yayla. Ne kadar irəliləmsən? Ustadlarını bir salamla, izləyirlər səni. Bəli. Axşamınız xeyir olsun, hər birinizi salamlayıram. Münsiflər heyətini salamlayıram.
Ekran qarşısında gözəl vaxtlarını bizə ayıran tamaşaçılarımızı salamlayıram, sənət yoldaşlarımı salamlayıram və ustadım Neymət Qasımlını buradan salamlayıram. Biz də salamlayırıq gözəl sənətkarımızı. Allah qorusun deyirik. Sən də çoxsun və qısaca deməli tamaşaçılar SMS-ləri deyim. Hal-hazırda İlkin Ağdamlı 32 səs sayı var. Rəşad və Yusuf hələ ki sıfırdırlar. Səs sayı yox deyə və qısa reklam fasiləsi var. Kanalı çevirmirsiniz. Bizimlə qalın. Reklamlar. Bir daha axşamınız xeyir olsun Anar müəllim və bizi ekran qarşısında izləyən tamaşaçılar. Təbii ki, ekran üzr istəyirəm. Mən özümdə həyəcanlıyam təbii ki. İstər-istəməz uşaqlar da yanımda olanda lap çox həyəcanlanıram. Əlbəttə, nəsə çox üzrsəm, o sizin böyük məsuliyyətinə irəli gəlir. Təbii ki, əlbəttə ki, Allah var eləsin sizləri. Bayaqlarım mənə zəng elədilər, dedilər ki, İbrahim müəllim var, Göyçəliyev və xahiş elədi ki, və orada müsiflər qismində əyləşmirsən, Aşıq Alıdan sən niyə şeir deməmişsən? Odur ki, mənim deməyim təbii ki, biraz qüsur olardı mənim üçün. Çünki bizim şagirdimiz Yusuf və İlkin, Yusuf bayaqlarımı ifa eləyəndə şeir deməmişdi. Onun əvəzindən olsun da mənim dediyim şeir. Buyurun, buyurun. Deyir, ay ağalar, gəlin sizə söyləyim. Dövlətli malını el dolandırır. Kəsilibdir, yəqin yoxdur məhəbbət, daha bu dünyanı pul dolandırır. Bu dünyanın şərabından içməyən, karvan olub haqq yolundan keçməyən, üzr istəyirəm, evdə arvadına sözü keçməyən, indi çoğu olub el dolandırır. Aşıq Alı deyər halım pərişan, ağ üzündə qara xallar hər nişan, beynamız qohumdan namuslu düşman, öldürsə qəbrinə gül dolandırır. Ay ağalar, gəlin sizə söyləyim, dövlətli malını el dolandırır. Bu günlərim bir təbil zəngi havası ifa eləyəcək və köhnə havalarımızdandır və Koroğlu havalarından biridir. Təbil zəngi və ardından da bir zəngi Koroğlu ifa eləyəcək inşallah. Möhtəşəm, alqışlayırıq.
Alqışlayaq, yox, bura yaxşı alqış gəlməlidir, alqışlayaq. Nəsib müəllim, əməyiniz, əziyyətiniz böyükdür. Həqiqətən də əsl bir sazımıza, sözümüzə, milli folklorumuza və bu gün sazlı sözlü bir axşama çox yerinə düşdürsün bu gözəl kompozisiyanız. Mən buna görə şəxsən sizə öz adımdan təşəkkür edirəm. Sözün həqiqi arasında belə bir var, özün ifa eləyəsən, özünü müşahidə eləyəsən, oxuyasan. Bir də var ki, belə gözəl igidlərlə sıfırdan başlayıb onlarda, yəni bu çətin bir şeydir. Siz bunu ötürəsən çox yüksək səviyyədə gəlmişsiniz. Var olun, çox sağ olun, alqışlayıram sizi və mən Rəşadı dəvət eləmək istəyirəm meydana. Rəşad gələnə qədər bir istəyirəm SMS-lərə nəzər salım, məzi tamaşaçılar. Deməli, İlkin Adamlı 37 səs sayı var, Yusif Kazımlı 20, Məsud, üzr istəyirəm, Rəşad Gedəbəyli isə 10 səs sayı var. Hal-hazırda qrupda Məsud Gedəbəyli 0, Kənan Kamiloğlu 2, Zəhra Gedəbəyli 20, Yusif Zəngəzurlu 75, Maarif Gedəbəyli 115 səs sayı var. Bütün iştirakçılarımızı alqışlayıram, uğurlar arzu edirəm və Rəşad, söz səndədir. Mənim əzizim, Rəşad, çox sağ ol, var ol, gözəl baş dubeyti havası idi. Həqiqətən də klassikanı qorudun. Hafiz müəllim, mən şəxsən buradan salamlayıram. Bizim gözəl müəllimimiz və əziz dostumuz, var olsun, əməyi əziyyəti sənin üzərində böyükdür, var olsun. Bizi hal-hazırda bizim əziz dostumuz, Qafil qardaşımız deyir, Sazımın Səsi 2 layihəsinin deməli, qalibi Məhəmməd balamızın atası. Həqiqətən də, və bayaq görürsünüzmü, hörmətli müsvəyyəti, mən dediyim gəlir yerini alır, bayaq hansı dediyimi, bu birinci layihədən ta bu günə qədər mən
bizim gözəl bu igid balalarımızın özləri ilə, ataları ilə sivazımız çox sıx genişdir. Və görürsünüz, bayaqları Sazımın Səsi bir layihəsinin iştirakçısı burada ifa elədi və indi ikinci layihəmizin bizim məzun dostumuz Qafil qardaşımız baxır və Marif sənə dəstəkdir, Qafil əmi sənə dəstəkdir, bildirdi mənə və deməyi də borc bilirəm. Məhəmməd balamıza salamlayıram, öpürəm, bağırma basıram, inşallah. Yaxın həftələrdə burada görüşümüz var, həm Qafil qardaşımla, həm Məhəmməd balamızla və sən səhnəyə gəlinə qədər qardaş olur, baş müxəmməslik fəaliyyətsən, hazırlaşana qədər mən istəyirəm qısa-qısa bir rəylərinizi bildirəsiniz bu bizim ifaslar haqqında, zəhmət olmasa. Azər müəllim, buyurun qısa almaq xahiş edirəm. Anar müəllim, çox sağ olun. Mən bir dənə onu demək istəyirəm ki, bayaqdan siz orada SMS-ləri elan elədikcə mən çox məyus olurum. Ona görə məyus oluram ki, bu sazın sözün pərvanələri, bu saz sənətinə, bu gözəl balalara maşallah olsun, hər birisinin gözəl performans göstərirlər, gözəl ifalar göstərirlər və eyni zamanda maşallah barmaqları çox belə yüksək səviyyədə elə götürək bizim bu dəyərli balalarımızın hamısı, mən adlarını bir-bir çəkmənə vaxtımız çatmaz. Sadəcə olaraq mən onu qeyd etmək istəyirəm ki, bu gözəl balalara səs göndərmək lazımdır. SMS göndərmək lazımdır ki, bunlar biraz da ruhlansınlar, həvəslənsinlər, daha da sazımızı, sözümüzün keşiyində ayıq-sayıq dursunlar. Gözəl, hər birisi gözəl. Təşəkkür edirəm. Əli müəllim, siz eşidək. Var olsunlar uşaqlar, maşallah olsun, gözəl ifalar səsləndirdilər, Allah qorusun. Onlara uğurlar arzuluyuram, müəllimlərinə təşəkkürlər deyirəm. Mən də ustadın sözünə belə bir təkən olaraq deyirəm ki, əgər saz adı varsa, o müqəddəs sazımız bu gözəl balaların sinəsindədirsə, onlara mütləq ki, dəstək olmaq lazımdır. Onlara bugün dəstək olmaq lazımdır, onları bugün ruhlandırmaq lazımdır və bizi sevən bütün tamaşaçılardan bu gözəl balalara səs dəstək istəyirik. Allah qorusun sizdə. Var olasın. Var olasın. Nəsib müəllim, buyurun. Mən də öz növbəmdə hər üç iştirakçıya uğurlar arzulayıram və bizi Sabıhı qardaşımız izləyir və ilkinə dəstəkdir, şəxsən özü dedi, vurğuladı ki, onu vurğulayım, mən deyilmişdi və o cümlədən Yusif sənə də dəstək olurlar, Rəşad sənə də dəstək olurlar. Təbii ki, inşallah ki, belə deyək, yüksək ifalar göstərəsiniz. Uğurlar arzulayıram hər birinizə. Cavanşir müəllim, siz də buyurun. Birazdan sizin gözəl balaların ifalarınız var. İnşallah. Gözəl balalar, mən ilk verilişdən baxıram ki, SMS-də rəqabəti bilmirəm, amma ifaçılıqda çox gözəl rəqabət yaranıb. Yəni, ilk verilişlə indikini müqayisə edəndə çox gözəl, çox uğurlu nəticələr görünür. Təşəkkür edirəm, təbrik edirəm sizləri. Çox sağ olun. Mən var olun, alqışlayıram sizləri və qısaca olaraq SMS-lərə nəzər salım. Deməli, Rəşad Gedəbəyli 10, Yusif Kazımlı 20, İlkin Adamlı 39 səs sayı var və Ali babamız yazır ki, səhər sağı səyyah gəzər səhrada, illər ayrısıdır nazlı yar gələ. Qəza qədərində ay yazğana, qalarsan intizar ay ilə. Yetirəcəyin nazlı yarın yanına, istəyər ki, qanın qaçsın qanına. Naşı səyyah gəlsə tərlan yanına, tez çaşar xəyalı ay ilə. Mən də istəyirəm ki, bizim Marif balamız baş müxəmməs havasını ifa eləyir və ancaq istəyirəm ki, bir Aşıq Ali babasının bir şeirin sizlərə çatdırsın. Buyur. Yar yanında günahkaram, doğru sözüm yalan oldu. Yeri şehdi qəmləşşəri, çölnüm şəhri talan oldu. Bax bu qaşa, bax bu gözə, yandı bağrım, döndü közə. Keçən sözü çəkmə özə, keçən keçdi, olan oldu. Aşıq Ali sənə qurban, gəl eyləmə bağrımı qan. Əldən uçdu tülək tarlan, sarda kəhlik talan oldu. Sarda kəhlik talan oldu. Şairə rəhmət, sizlərə can sağ olun. Aprel ayının 21-i burada olan gözəl duel axşamımızın, efirimizin, həftəmizin, qrupumuzun qalibidir. Və biz dənələrimizi pozmuruq, həftəmizin, qrupumuzun qalib kim olursa, növbəti həftə ondan belə gözəl bir şeir, havazat istəyirik və buyur qardaş yolu.
Çox sağ olasan, var olasan. Bütün iştirakçılarımızı mən yenə uğurlar arzu edirəm və əslində Maarif bu havanı mən burada dedim ifa eləsin. Niyə? Maariflə biz başqa hava hazırlamışdıq. Misri, hə Maarif? Misri, hə. Sadəcə burada üstə düşməsin deyə, qrupda burada dueldə ifa olundu deyə o baxımdan biz dəyişdik. Və qısa reklam fasiləsi var, əziz tamaşaçılar. Kanalı dəyişmirsiniz. Rəşad balamızın ifası ilə başlayırıq. Buyurun, reklamlar. İlçinin. Və bir daha axşamınız xeyir olsun bizə yeni qoşulan tamaşaçılar. Saat demək olar dəqiqələr qalıb. Mən birazdan artıq stop deyəcəyik. Amma stop deməmişdən öncə mən istəyirəm SMS-lərə bir daha nəzər salaq. Deməli, İlkin Ağdamlı 44 təst sayı var. Rəşad Gedəbəyli 10. Yusif Kazımlı deməli 20 səs sayı var. Və qrupda 115 səs sayıyla hələ ki Maarif öndədir. Maarif birincidir hələ ki. Və İlkin, buyur bir dilgəmə havası. Səni səhnəyə dəvət edirəm. Tamaşaçılar, bilirsiniz ki, bu günləri bizim Ali babamızın gecəsidir. Ancaq gələn həftə isə 5 may tarixində burada bizim ölünməz şairimiz Zəlimxan əminin, Zəlimxan Yaqubun gecəsi olacaq və gələn həftədə burada gözəl, dəyərli və belə dəyərli bizim sənətçi dostlarımız burada olacaq. Və gələn həftə 5 may tarixi Zəlimxan əmi, Zəlimxan müəllimə inşallah burada həsr edəcək Allah qoysa. İlkin buyur. Gəlin sizə söyləyim, varlılar yoxsulu dara çəkibdir. Cəhd edirlər bu dünyanı tutalar, nökərə, dehqana qara çəkibdir. Molla ilə varlılar uyublar felə. Köyxa ilə birləşib qururlar tələ. Ağa ilə bəyləri demirəm hələ. Zülmü gəlib ölüqbaya çəkibdir. Zülmü gəlib ölüqbaya çəkibdir. Fağrın miskinin əlləri qabar. Fağrın miskinin əlləri qabar. 5 ilə alanmır bir axsaq da var. Yeməyi, geyməyi deyirəm havar. Aşıq alı quli qala çəkibdir. Ay ariflər, gəlin sizə söyləyim, varlılar yoxsulu dara çəkibdir.
Çox sağ ol, mənim Siz əzizim, sağ olun. çox sağ ol. Səliqəli ifa, yerli yataqlı ifa, müəllimin sağ olsun, sən də sağ ol. Çünki şagird bəzi hallarda bəzən elə olur ki, mən şahid olmuşam. Tutaq ki, məsələn, Cavanşir müəllim, mən sizləri meydana dəvət edirəm. Deməli, siz gəlinə qədər mən danışacağam. Deməli, Azad Laçınlı, Şahin Burçalı. Siz hazırlaşın, ifadan sonra inşallah danışıqda sizə mikrofon verəcəm. Gəlin, buyurun əzizlərim, gəlin səhnəyə. Bəzən elə olur ki, Əli qardaş, deməli, tələbə yaxşı olanda, müəllim deyir ki, mənim tələbəmdir, ona görə yaxşıdır. Ancaq bəzən pis olanda, müəllim deyir ki, neyini, məziyyət çəkdim, alınmadı. Amma bir tələbənin yaxşı yetişməsində düşünürəm ki, hər iki loru deyilmə, tərəziyə yük düşür. Çünki müəllim də belə maşallah əziyyət çəkir və tələbə də onun belə deyək, zəhmətin itimir. Çünki tələbədən də çox şey asılı, gərək tələbə də o zəhmətə dəyər verə və bəhrə də maşallah olsun görünür. Hər üçünə uğurlar arzu edirəm. Deməli, Cavanşir müəllim hazırlaşana qədər mən istəyirəm bir SMS-lərə nəzər salım. Hal-hazırda qrupda birincilik gəldi. Zəhra Gədəbəyli 120 səs sayı ilə, dueldə isə Rəşad Gədəbəyli 10 səsi var, Yusuf Kazımlı 30, İlkin Ağdamlı 54. Təxminən bir neçə dəqiqə qalıb artıq biz stop deməyimizə. Cavanşir müəllim deməli çıxışdan sonra stop deyəcəyik və dərhal müsuriyyətimizin rəylərini alacağıq. Və Cavanşir müəllim, buyurun.
İnşallah. Ay maşallah. Bu gün nə gözəl duetlər var burada. Əhsən, Cavanşir müəllim, təşəkkür getməyin. Getməyin. Çox sağ olun Cavanşir müəllim. Böyük zəhmətlər çəkmisiniz. Əzizim, gəl yaxına sən də zat. Hər biriniz xoş gəlmisiniz. Şahin, sən bilirsən ki, səni çox istəyirəm. Sən bizim ikinci layihədəydin də, hə, yoxsa ikidə. Sən ikinci layihədə burada o qədər gözəl ifalarla yadda qalmısan. Həqiqətən bu yüksək mədəniyyətinlə. Azad, sən də əzizim, xoş gəlmisən. İlk dəfədir buradasan. Yəqin inşallah yavaş-yavaş görüşlərimiz burada olar. Təbrik edirəm. Uğurlu bir çıxış oldu. Var olun və istəyirəm hər biri bir qısaca olaraq danışaq. Buyurun. Salam, Anar müəllim, axşamınız xeyirli olsun. İlk öncə efir vasitəsilə bizi izləyən dəyərli tamaşaçılarımızı, burada əyləşən çox hörmətli münsiflər heyətini, ustadları və dəyərli iştirakçılarımızı salamlayıram. Hər birinə uğurlar arzu edirəm. İnşallah Anar müəllimə xüsusi təşəkkür edirəm ki, onun bu layihəsi həqiqətən bizim kimi gənc istedadların inkişafında çox mühüm rol oynayır, əhəmiyyət kəsb edir. Ona görə çox təşəkkür edirəm. Axarlı, baxarlı olsun, minnətdaram. Çox təşəkkür edirəm. Çox sağ ol, əzizim. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Televiziya qarşısından bizi izləyənləri. Anar əmin, sənə də təşəkkürlərimi bildirirəm. Çox sağ ol, var olasan. Özüm bilirsən, biz yaxınlıq müəllim demirəm, əmi deyirəm. Var olasan, sənə də xətrini çox istəyirəm. Münsiflərimizi də salamlayıram. Axşamınız xeyir olsun. Hər birinizi xoş gördük. Hətta müəllim də, Şahin də dedi, Anar müəllim sizə dedi. Çox sağ olun, var olasın. Sağ olun, Yatadan Cavanşir müəllim. Siz də bir qısaca olaraq. Çox sağ olun, Anar müəllim. Mən bütün Qarabağ müharibəsində bizim qrupun adı Qarabağ Aşıqlar qrupudur. Ay maşallah. Yəni bütün bu ifalarımızı da bizim Allah şəhidlərimizə rəhmət eləsin, o qəhrəman igidlərimizə həsr edirik. Və bu qrup o dövrdə yaranıb, indi əlimizdən gəldiyi qədər biz də sazımızla. Var olun. Həmişə sazınız sinənizdə olsun, həmişə səsiniz, xəbəriniz sənətə gəlsin. Buyurun, əyləşə bilərik. Və alqışlayaq. Və əziz tamaşaçılar, SMS-lərə stop deməyin vaxtı zamanıdır. Sayırıq. Uşaqlar sayırıq. 10, 9, 7, 5, 4, 3, 2, 1. Stop. Xahiş edirəm, əziz tamaşaçılar. Artıq stopdursa SMS göndərmirik. Hesablanacaq və bu hesablanana qədər isə mən istəyirəm qısaca olaraq ballarınızı verin. Sonra siz çıxış edin. Qısa-qısa. Hə, buyurun. Buyurun Azər müəllim, buyurun. Əli müəllim, buyurun, bu da sizin. Hə, buyurun, vaxtımız azdır, xahiş edirəm. Anar müəllim, bir daha təşəkkür edirəm, dəyərli qardaş, var olasınız. Mən Allah rəhmət eləsin Ustad Aşıqalıya. O bizim sənətimizin şeyxidir. Böyük ustadıdır. Bu adı mən elə-belə demirəm. Allah Hüseyin Arifə də rəhmət eləsin. Dəyərli şairimiz, mərhum şairimiz. Mən Aşıqalının dillər əzbəri olan bir sözünü demək istəyirəm ki, gəç deylədim, bu dünyanı dolandım, 50-ni aşırdım, 100-ənə qaldı. Ayaq getdi, əl gətirdi, diş yedi, baxmaqdan savayı gözə nə qaldı. Bu sözün bir böyük mənası var. Onunla rəğmən sözümü qurmaq istəyirəm, çox-çox üzr istəyirəm. Burada maşallah olsun, müəllimlər sağ olsunlar, Cavanşir müəllim və Nəsib müəllim çox yüksək səviyyəli performans göstərdilər, gözəl bir ifa ortalığa qoydular. Canlarına can sağlığı, şagird yetişdirmək. Azər abi, xahiş edirəm, balınızı verin, sonra çıx edin, çox xahiş edirəm. Balınızı verin. Balımı Rəşada verəcəm. Neçə? 10 bal. Mikrofonu zəbə ötürün, sonra yenə sizə qayıtacam. Əli müəllim, buyurun, Rəşada veririz 10 balınızı. Mən bir daha uğurlar arzulayıram. Bilmirəm, vallahi hansına verim səsimi, balımı. Gəlin, mən də Yusifə verim. Əgər ki, ustad o qardaşımıza, balamıza verdirsə, mən də Yusifə bal verirəm, 10 bal. Buyurun, alqışlayırıq. Nəsib müəllim, buyurun. Mən də hər üç iştirakçıya uğurlar arzulayıram və səsimi İlkin balaya verirəm. Cavanşir müəllim, siz? Yekun o neytral zonada olduğuma görə yaraşıqlı igid oğlana verirəm. Yusifə? Yusif. Rəşada? Rəşada. Aha. Azər müəllim, buyurun, davam edin siz. Amma qısa xahiş edirəm, vaxtımız azdır. Gözəl. Mən sadəcə olaraq elə demək olar ki, sözümü yekunlaşdırdım. Mən onu demək istəyirəm ki,
Allah müəllimlərin əməyini yerdə qoymasın. Allah bu gözəl balalara insaf versin ki, müəllimləri gözəl dinləsinlər, onlardan yüksək səviyyədə bəhrələnsinlər. Nə öyrənsələr, düz öyrənsinlər və uğurlarınız bol olsun, gözəl balalar. Maşallah, barmaqlarınız gözəl, ürəyiniz gözəl. Biraz da özünüzə uruq qassanız bir balaca, elə bir ki, səhnə duruşu, əyilməyə çox bənd olmayın. Şux saxlayın qamətinizi. Öpürəm, həmişə Təşəkkür edirəm. Var olun. Əli müəllim, bir daha çox sağ olun deyirəm sizlərə. Gəldiniz, zəhmət çəkdiniz. Bir son olaraq nə deyə bilərsiniz? Bir daha, qardaş, uğurlar arzulayıram. Davamlı olsun sənin bu gözəl verilişlərin, gözəl layihən. Gözəl balalarımıza dəstək olursan. Və mən bu gözəl balalara ən çox ədəb, ərkan arzulayıram. Və onlara səslənirəm ki, ən çox ustad yeri bilsinlər, böyük kiçik yeri bilsinlər. Və bir də saz sinələrində olanda libasların doğru düzgün geyinsinlər. Və belə. Uğurlar arzulayıram. Çox sağ olun. Bir daha hər biriniz var olun. Çox sağ olun. Mikrofon, mənə bir mikrofon zəhmət olmasa. Nəs mənim, qısaca olaraq nə sözünüz var? Cavabım sizin, yoxdur? Hə. Uşaqlar, buyurun qısaca olaraq nə demək istəyirsiniz? Sözünü, amma qısa-qısa xahiş edirəm. Sağ ol, uzun ömür. Buyur, Rəşad. Sağ olun. Hər kim dəstək oldusa, hər birinə öz təşəkkürümü bildirirəm. Çox sağ ol. Mən xahiş edirəm, bəli, o mahnıya biraz səs ver, Yaqub qardaşım. Gəlin həftə əziz tamaşaçılar, bu günləri Ali babamızın, böyük sənətkarımız, böyük ustadımız Ali babanın bugün ocağına yığışmışdıq. Bugün, amma gəlin həftə isə deməli, may ayının 5-i burada, bu gözəl Dünya TV kanalında və Sazım Səsi proqramında Zəlimxan əmiyə həsr olunacaq. Bizim böyük şairimiz Zəlimxan Yaqub gecəsi olacaq. Sizləri 5 mayda həqiqətən Sazım Səsi proqramı izləməyə dəvət edirəm. Ancaq istəyirəm həftəmizin qalibini deyim qrupda. Qrupda deməli 225 səs sayıyla Yusif Zəngəzurlu oldu. Alqışlayıram və təbrik edirəm. Gələn həftənin duelçiləri Kənan Kamiloğlu, Kənan yenə dueldəsən əzizim. Məsud Gedəbəyli, Məsud yenə dueldəsən və Zəhra Gedəbəyli. 2 Gedəbəyli. Gəlin həftə dueldəsiniz. İnşallah bütün dəstək olan insanlar var olsun. Deməli, keçək əsas məsələ. Mən sizlərə səhnəyə dəvət edirəm dostlar. Buyurun səhnəyə. Bir dəqiqəmiz qalıb. Deməli, bugün çox təəssüf ilə demək istəyirəm ki, 20 səs sayıyla Rəşad Gedəbəyli layihədə iştirakını hələlik olaraq dayandırdı. Rəşad, çox sağ ol. Gözəl ifalarınla yadda qaldın. Hər şey qarşıdadır. Biz yenə görüşəcəyik. Müsrəyətə çox sağ olun. Azər müəllim, Əli müəllim, Nəsr müəllim, Cavanşir müəllim, hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Və duelçilərimizə, gələn həftənin duelçilərimizə uğurlar arzulayıram. Kənan, sənə də uğurlar. Zəhra, sənə də, Məsud, sənə də və həftəmizin qalibi deməli Yusuf balamızı təbrik edirəm. Hər birinə uğurlar arzu edirəm. Sağ olun ki, bizi izlədiniz, bizə baxdınız. Həqiqətən yaşasın sazımız, var olsun Ulu Ozan müqəddəs sazımız və sizlər kimi saza, sözə qiymət verən gözəl insanlar. Və bu verilişin ərsəyə gəlməsində zəhmət keçən bütün insanlar var olsun. Sağ olun, sağlıqla qalın. İnşallah Allah izin verərsə may ayının 5-i 22:00-da burada gözəl duel axşamında görüşərik. Sağ olun, sağlıqla qalın. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun.